Azərbaycanda yaxın günlərdə baş vermiş dəhşətli bir hadisəni təqdim edirik. Bu kimi hadisələri bir zamanlar izlədiyimiz Latın Amerikası seriallarında da görməmişdik. Deyirəm, indi özünüz də şahid olacaqsınız. Belə ki, Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli bir faktla üzləşib. Bu şəxsin kimliyini açıqlaya bilməsək də, Qafqazinfonun əldə etdiyi məlumata görə fakt artıq bütün müstəvilərdə təsdiqini tapıb, yəni rəsmi bir məlumatdır. Hazırda sizə adını şərti olaraq Ramin Həsənov kimi təqdim edəcəyimiz bir şəxs beynəlxalq şirkətlərdən birinə işə düzəlir. Həmin zaman dərin tibbi müayinələrdən keçən zaman həyatını alt-üst edən bir həqiqəti öyrənir. Belə ki, Bakı sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu doğulub. Lakin Ramin elə sanıb ki, oğlu doğulub. Əslində isə oğlan ondan deyilmiş. Bu barədə az sonra məlumat verəcəyik. Çünki az sonra hələ uşağın kimdən olduğu üzə çıxanda ümumiyyətlə şok bir durum yaranacaq. Bu barədə danışacağıq. Hələ ki sizə bir məqamı təqdim edək. Ramin işə düzəlmədən, yəni tibbi müayinədən keçmədən 2 il əvvəl yoldaşından ayrılıb. Ər-arvad arasındakı nikah da pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün təbii ki, müntəzəm olaraq aliment ödəyib. Yəni bu 2 il ərzində Ramin həmin uşağa görə alimentini ödəyir. Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradır. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilir. Yəni, keçirilən dərin tibbi müayinələr göstərir ki, o qətiyyən ata ola bilməz. Bəs onun 7 yaşlı oğlu kimdəndir? Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşir. Belə bir şeyə inanmadığını israr edir. Davamında atalığın müəyyən edilməsi üçün DNT analizi keçirilir. Analizin elə ilkin nəticəsində bəlli olur ki, bəli, 7 yaşlı uşaq Raminin oğlu deyil. İndi isə bu iki pərdəli dram tamaşasına dırnaqarası, dram tamaşasına bənzəyən hadisənin daha dəhşətli hissəsini, ikinci pərdəsini təqdim edirik. Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxır. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayır. Raminin birinci dərəcəli əzizləri araşdırılan zaman bəlli olur ki, Raminin qardaşı yoxdur. Bu zaman Raminin atası Rizvan məcburi analizə cəlb olunur və şok. Uşağın atasının Rizvan olduğu təsdiqlənir. Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf eləməyə məcbur qalıblar. Qaynata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə əlaqə baş verdiyini deyirlər. Onlar iddia edirlər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb. Lakin qonşular da qaynata gəlinin sevgi münasibətlərindən şübhələniblər. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, gəlinlə qaynata bir neçə dəfə rayonlara birgə gəzmək adı ilə gediblər. Gəzmək adı ilə onlar rayonlarda sevgililər kimi istirahət mərkəzlərində olublar və istirahət ediblər. Tibbi ekspertizanın nəticələri və etiraf edici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Bu zaman tragikomik durum yaranıb. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb. Məhkəmənin qərarı ilə Raminin 2 il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı
soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Əgər bu dünyada zinanın cəzası olsaydı, yəqin ki, bundan hazırda təqdim etdiyimizdən ağır bir cəza olmazdı. Çünki biz adını açıqlamasaq da həmin ailənin kim olduğunu ətrafları, əzizləri çox yaxşı bilir. Yəqin ki, həmin qaynata, dırnaqarası qaynata və dırnaqarası gəlin ömürlərinin qalan hissəsini bir zamanlar çəkdikləri kefə müqabil yaşayacaqlar. Abırdan, İsmətdən düşərək. Sonda TV11 olaraq bir neçə təqdimatımız var. Öncə sizə bildirmək istəyirik ki, ətrafınızda baş verən kriminal və digər üstü örtülü qalan, eyni zamanda sizə maraqlı gələn hadisələrlə bağlı TV11-ə məlumat verə bilərsiniz. Daha bir təqdimatımız və təklifimiz budur ki, görmək istədiyiniz şəxsiyyətlər və görmək istədiyiniz hadisələrlə bağlı bizim hazırda baxdığınız verilişin belə sonunda qeyd etdiyimiz rəyə öz rəylərinizi də əlavə edə bilərsiniz və bu barədə bizə bildirə bilərsiniz. Üçüncü məsələ isə budur ki, TV11-də öz məhsullarınızı sərfəli şəkildə reklam edə bilərsiniz. Bunun üçün qeyd olunan nömrəyə, yəni 070 291 78 98 nömrəsinə zəng edə, eyni zamanda WhatsApp-la əlaqə saxlaya bilərsiniz. Eyni zamanda qeyd edək ki, həmin nömrə reklamdan başqa verilişimizlə bağlı digər məqamlarla bağlı suallarınıza cavab verə bilməyəcək. Salamat qalın. Və təbii ki, hər biriniz TV11-ə dəstək verə bilərsiniz. Bunun üçün əgər kanalımıza abunə deyilsinizsə, abunə ola bilərsiniz. Eyni zamanda bizim verilişlərimizə rəy yazaraq dəstəyinizi bildirə bilərsiniz. Hər birinizə öz dərin təşəkkürümüzü bildiririk. Salamat qalın. Sizə şişirdilən məşhurlar, cırılan maskalar, kölgədə saxlanılan şəxsiyyətlər ifşa kitabını təqdim edirik. Adından göründüyü kimi kitabda Azərbaycanda şişirdilən məşhurlar ifşa edilir, bəzilərinin isə maskası cırılır. Eyni zamanda kölgədə saxlanılan şəxsiyyətlər barədə dəyərli portretlər təqdim olunur. Kitabı əldə etmək istəyən şəxslər aşağıda göstərilən WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edim ki, rayonlara çatdırılma mövcuddur və eyni zamanda şəhər daxili, yəni metrolara çatdırılma pulsuzdur.